Sadiq müəllim, buraxılışa 3 ay qaldı. Uşaqlara riyaziyyatda necə kömək edə bilərik? Buyurun zəhmət. Salam, bilirik ki, buraxılış imtahanına az qalıb. Bu vaxt ərzində mən abituriyentlər üçün belə bir proqram hazırlamışam. Hər mövzuya uyğun buraxılış tipli 50 sual hazırlamışam. Deməli 50 sual atıram şagirdlərə PDF şəklində işləyirlər. Toplu deyil müəllim? Yox, topludan işləmirəm. Çünki bu vaxt ərzində toplunu işləmək mümkün deyil. 50 sualı işləyəndən sonra həmin sualların doğru cavabların və bir video izahların şagirdlərə atıram. Onlar bilmədiklərini və səhvlərinə oradan baxırlar. Bu sualların əgər 50'sini də hər mövzudan bilsələr, tam başa düşsələr, həmin mövzudan düşən sualı buraxılış imtahanında rahat yaza bilərlər. Bəs orada da o izahını atmışsınız, orada nəyəsə başa düşmürsə? Video izahını başa düşmürsə, bizim həftədə canlı dərslərimiz olacaq. Həftədə 2 dəfə canlı dərsimiz olacaq və canlı dərslərdə bilmədiklərini soruşa bilərlər. Canlı dərsimiz əsasən sual-cavab xarakterli olur. Şagirdlər də sual verir, keçirilən mövzudan, tapşırılan mövzudan. Mən də həmin mövzuya uyğun əlavə buraxılış tipli suallar verirəm və hər verdiyim sualın da izahını eləyirəm. Bəs sınaq işlədirsiniz? Sınaqlar bəli olur. Deməli bizim təxminən imtahana qədər neçə sınaq işləyəcək? İmtahana qədər hardasa 30 sınaq işləyəcək. Buraxılış tipli bəli sınaqlar. Deməli həm 30 sual işləyəcək. Bəli, 30 sınaq. 30 sınaq. Tam buraxılış tipində. Tam 25 sual tam standartlara uyğun. 13 dənə qapalı test, 5 dənə açıq həlli tələb olunan suallar və 7 dənə ətraflı yazı tələb edən suallar. Aha, həmçinin hər mövzudan da dərs saha da var üstəcə. Bəli, mən ümumiyyətlə sizə 50 test atmışdan qabaq həmin mövzunun mövzu izahını verəcəm. Mən öz video izahlarımdır. Hər hansı bir mövzunu tapşırıram, məsələn sizə faiz mövzusun, əvvəl mövzu izahını verirəm, sonra həmin o 50 testi verirəm. Mövzu izahı da mənim video izahlarımdır. Sadə dildə, nümunə misallarla mövzunu izah eləmişəm. Əla. Müəllimin qruplarına qoşulmaq üçün 055 597 0151-ə yazırsınız və gəlib qruplarımızdan faydalanırsınız. Müəllim, bu qruplara qoşulsalar neçə yaza bilərlər? Bu qruplara qoşulsalar, əgər mən deyənlərə əməl eləsələr, 20-dən yuxarı yaza bilərlər. 20 və 20-dən yuxarı yaza bilərlər. Əla, mən özüm də qoşulmaq istəyirəm. Və bundan əlavə dərslərimiz də həmişə qalır. Yəni istədiyiniz vaxt qoşulub keçirilən dərslərə baxa bilərsiniz. Əla, müəllim. Təşəkkür. Çox sağ olun, uğurlar.